Sağ olun. Gideceğiz. İndi eşitdim. Ellərə zəng vurmuşdum. Vəziyyəti necədir? Dünəndən bu yana elə bir irəliləyiş yoxdur. Elə dünən necə idisə bu gün də bəli. Bir sözlə başından bələ əskik olmur. Türmədən təzə çıxmışdı, indi də var ya. Nə qədər ki xəta hükümlər var, elə belə olacaq da. İnşallah bunu soruştura bilsək yaxşı olar. Yox, yanına çox adam buraxmırlar. Görək də, gedib yemək gidiyor. Həkim, Bibinin vəziyyəti necədir? Bilirsiniz, beyin travmasıdır da. Güclü baş ağrıları olur. Qorxuram, qansızmı ola. Nəsə ağrı kəsici zat verirsiniz. Ondan narahat olmayın, sakitləşdirici verilir. Demək yaxşı olacaq, ha? Eğer bu bir neçə günü problemsiz keçsə, inanırım ki, hər şey yaxşı olacaq. Birdən siz deyən kim olmasa. Ne bileyim valla, əlimizdən gələn edirik. Başlayın, məni başqa xəstələr gözləyir. Doktor bəlkə xarici aparaq. Ne danışsınız? Onu tərk etmək olmaz. O krizisdən çıxsın, şu başına gəlsin, istəsəz dünyanın o başına apara bilərsiniz. Burada qalması məsləhətdir. Başlayın. Çox sağ olun. Buna etibarım yoxdur. Daha yaxşı yaparmaq lazımdır. Yox, onu dəymək olmaz. O burada qalmalıdır. Tərk etmək olmaz xəstəni. O da yaxşı həkimdir, etibar edə bilərsiniz. Görüşünü görmək olmaz. Olar, amma uzaqdır.